Şeymən Qədimova, Azərbaycan Tibb Universitetinin 2-ci Mamalıq Ginekologiya Kafedrasının professoru, tibb elmləri doktoru, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həmçinin Səhiyyə Nazirliyi Doğuşa Yardım Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının Əlaqələndirmə Şurasının, Azərbaycan Tibb Universitetinin Cərrahiyyət Sikli üzrə Problem Komissiyasının üzvü, Dövlət İmtahan Komissiyasının Rezidentura üzrə eksperti, Azərbaycan Ali Attestasiya Komissiyasının Dissertasiya Şurasının üzvü. Professor Şeymən Qədimovanın təhsili. Doktor Şeymən Qədimova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakültəsində təhsil almışdır. Ali tibb təhsilini bitirdikdən sonra peşəkar həkimlik fəaliyyəti dövründə ixtisasına uyğun olaraq bir sıra ixtisas artırma və təkmilləşdirmə kurslarında, habelə çoxsaylı elmi praktik konferanslarda iştirak edərək öz bilik və təcrübəsini artırmışdır. Doktor Şeymən Qədimovanın əmək fəaliyyəti. O 1995-1996-cı illərdə keçmiş Semaşko adlı xəstəxanada, indiki kliniki tibbi mərkəzdə həkim interna işləyib. 1998-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin 2-ci Mamalıq Ginekologiya Kafedrasında baş laborant işləyib. 2003-2018-ci illərdə Azərbaycan Tibb Universiteti 2-ci Mamalıq Ginekologiya Kafedrasının assistenti işləyib. 2018-2022-ci illərdə Azərbaycan Tibb Universiteti 2-ci Mamalıq Ginekologiya Kafedrasının dosenti olub. 2022-ci ildən hal-hazırki dövrə kimi 2-ci Mamalıq Ginekologiya Kafedrasının professorudur. Şeymən Qədimova hazırda eyni zamanda Dövlət İmtahan Komissiyasının Ginekologiya üzrə Rezidentura şöbəsinin ekspertidir. Elmi dərəcələri. Şeymən Qədimovanın ixtisası cərrah mama ginekoloqdur. Açıq və laparoskopik üsullarla ginekoloji əməliyyatlar icra edir. Qadın xəstəliklərinin diaqnostikası və müalicəsi, habelə doğum üzrə mütəxəssisdir. Vəzifəsi Azərbaycan Tibb Universitetinin professoru. 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2017-ci ildə isə dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb. Peşəkar fəaliyyəti dövründə dünyanın bir sıra ölkələrində keçirilən çoxsaylı elmi praktik konferanslarda tibbin aktual mövzuları ilə bağlı hazırladığı məruzələrlə çıxış etmişdir. 18-21 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən 1-ci beynəlxalq forumda tibb elmləri doktoru Şeymən Həsənəli qızı Qədimova genital endometriozun klinik xüsusiyyətləri və müalicəsinə müasir yanaşma mövzusunda məruzə ilə çıxış etmişdir. 5 may 2022-ci ildə Marriott Otelində hamiləlik və daxili xəstəliklər bölümündə böyrək xəstəlikləri zamanı hamiləlik və doğuşun gedişatının xüsusiyyətləri mövzusunda çıxış etmişdir. 2023-cü ildə Brüsseldə 32-ci illik beynəlxalq konferansda laparoskopik histeroskopiyanın faydaları və effektivliyi mövzusunda çıxış etmişdir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən elmi praktik konferansda 2 dəfə çıxış edib. Çıxışının mövzusu laparoskopik miomektomiyanın qadınların reproduktiv sağlamlığının yaxşılaşdırılmasındakı potensial imkanları mövzusundadır. Həmçinin Türkiyənin Kapadokiya şəhərində 2022-ci ildə keçirilən Ulusal Koloproktoloji Konqresində bir ginekoloq gözü ilə doğum sonrası rektoselinin nədənləri və cərrahi tədavisi mövzusunda çıxış etmişdir. 2024-cü ildə Kiprdə uluslararası konferansda doğum sonrası sistosel və rektoselin cərrahi tədavisi və cinsəl yaşam mövzusunda çıxış etmişdir. 2024-cü ildə İstanbulda keçirilən 3-cü Ulusal Koloproktoloji Stomaterapiya Konqresində rektovaginal fistulun cərrahi tədavisi mövzusunda çıxış etmişdir. 2026-cı ildə İtaliyanın paytaxtı Roma şəhərində mühüm beynəlxalq konqresdə posterlə çıxış edib və 2 məqaləsi yayımlanıb. Professor Şeymən Qədimovanın bir sıra elmi məqalələri. Şeymən Qədimova 70-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 3 dərs vəsaitinin müəllifidir. Onlardan bəzilərinin adlarını qeyd etmək yerinə düşər. Qədimova Şeyman
hamilə qadınlar arasında böyrək patologiyasının yayılmasında sosial epidemioloji amillərin qiymətləndirilməsi. Azərbaycan Tibb jurnalı 2017-ci il. Şeymən Qədimova, böyrək xəstəlikləri və hamiləlik. Bakı Təbib Nəşriyyatı 2017-ci il. Dərs vəsaiti. Şeymən Qədimova, Südeyev İmamverdiyev. Böyrək patologiyası olan qadınlarda hamiləliyin və doğuşların aparılmasının ümumi prinsipləri. Urologiya və reproduktiv təbabət jurnalı. Bakı 2018-ci il. 1-ci cild, 2-ci buraxılış. Qədimova Şeymən, hamiləlik zamanı sidik ifrazat sisteminin xəstəliklərinin gediş xüsusiyyətləri. Bakı 2021-ci il. Monoqrafiya. Qeyd etmək lazımdır ki, Professor Şeymən Qədimova peşəkar həkim olmaqla yanaşı, həmçinin təcrübəli bir pedaqoq kimi yeni nəsil həkimlərin yetişdirilməsində, tibb təhsilində öz töhfəsini verir. 4-cü, 5-ci və 6-cı kurs tələbələrinə mamalıq və ginekologiyadan mühazirələr oxuyur və praktiki dərs aparır. Professor Şeymən Qədimova ilə əlaqə. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, Azərbaycan Tibb Universitetinin 2-ci Mamalıq Ginekologiya Kafedrasının professoru, tibb elmləri doktoru Şeymən Qədimova. Telefon 050 350 16 83.